Azərbaycan hökuməti və ailə durur, oturur, ailə dəyərlərindən danışır. Durur, oturur, əxlaqdan, nə bilim, doğru davranışlardan, Azərbaycan adət-ənənələrindən danışır ki, heç birinə sahib deyillər. Heç birinə. Amma danışırlar da, danışırlar. Biz də qulaq asırıq. İndi sual edilir. Mən bu sualı özümə verirəm, bu sualı sizə verirəm, bu auditoriyama, bu kanala baxan normal, doğru, düzgün adamlara, biraz orta deyəlim səviyyədən, biraz savadlı, biraz götür-qoy edən, biraz düşünmək istəyən, internetə girib, yəni pişik balası ya hansısa müğənninin özəl həyatı, kontenti axtarmayan, biraz düşündürəcək kontent axtaran və nəticə etibarilə bizim kanala gələn auditoriyama üzümü tutub bu sualı verirəm. Sizin zənninizcə hansı ailə dəyərlərinə uyğundur ki, atanı şərləyərək həbs etdilər? Uşaqları var onların. Samirə Qasımlı və Azər Qasımlı ictimai xadim, ictimai şəxs olmaqla yanaşı ata və anadırlar. Onlar bizim ziyalı ailəmizin özəyidir. Tamam da. Onların uşaqları var dediyim qədər altını çizərək deyirəm bunu bir dəfə. Atanı şərlədiniz, həbs etdiniz. İnandırıcı gəlməyən, Azərbaycan qanunlarına belə zidd gələn bəhanə ilə ortalıqda nə şahid ola, nə dəlil sübut ola, nə səs yazısı, nə bir görüntü, nə ümumiyyətlə sobadakı bişmiş toyuğu güldürməyəcək dərəcədə bir yəni əsas ola həbs etdiniz. Bir ölkədə ki, qətlə 9 il iş verilir, Azər Qasımlıya 12 illik hökm verdilər. Bu yaxınlarda bir xəbər oxudum ki, bir adam öldürmüş həkim 2 il 6 ay həbs cəzası aldı və cəzasını öz evində, öz yatağında, öz otaqlarında, öz komfortunda çəkəcəkmiş. Bu adam öldürmüş bir kəsdir. Azər Qasımlı nəinki adam öldürüb, Azər Qasımlı heç nə etməyib, heç bir zorakılıq aktı işlətməyib bu adam. İşlədibsə bunun heç bir sübutunu görə bilməmişik. Ona 12 il verdiniz, tamam, bir atanı həbs etdiniz. Onların uşaqları formativ illərindən keçir. Nə siz, nə mən, yəni bu kanala baxanlar, çoxunuz atadır, anadır, çoxunuzun uşaqlarınız var, Allah saxlasın. Siz başa düşürsünüz, yəni indi özünüzü bir empatiya qurun, özünüzü bu ailənin yerinə qoyun. Bu insanlar tamamilə başqa şəraitdə böyüyüb və əminəm ki, başqa şəraitlərdə öz uşaqlarını yetişdirib, başqa dəyərlərlə, başqa standartlarla. İndi siz atanı həbs etdirdiniz. Tamam, indi anasından yapışmısınız. Bilirsiniz, burada bayağı ifadələr işlətməmək qeyri-mümkündür. Yəni sadəcə bunu düşünün ki, bu hökumət normal ailədə böyümüş uşaqlara bunu rəva görür. Atanızı həbs etdirmişəm, yalanla, şərlə, indi ananızdan yapışmışam, indi bunun axırı nə olacaq bilinmir. Samirə Qasımlı yaydığı videoda dedi ki, o xaricə getməyi planlaşdırırdı və aeroportda onu saxladılar. Bildirildi ki, ona qarşı bir cinayət işi açılıb. Mən belə anladım bunu. İndi cinayət işidir, inzibati işdir, fərq eləmir, bilirsiniz. Bizim ölkədə cinayət işi ilə inzibati iş arasında fərq sıfırdır, əgər ki, səni dövlətin sifarişi ilə həbs ediblər. Bizim ölkədə dediyim kimi, bütün bu sözlər, bu sadəcə sözlərdir. Bunların arxasında bir məna yoxdur. Bir məna var, əsl bir məna. Prezident sənin həbs edilməni istəyir.